ABŞ-ın Inter Miami klubunun və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə Qızıl Top mükafatına namizəd ola bilər. APA xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, texniki baxımdan hansı liqada çıxış etməsindən asılı olmayaraq istənilən futbolçu bu mükafatı qazana bilər. Argentina futbolçusu 2026-cı il Dünya Çempionatının qrup mərhələsi başa çatdıqdan sonra The Athletic portalının hazırladığı Qızıl Top favoritləri reytinqinə başçılıq edib. Messi turnirdə vurduğu 6 qolla ən məhsuldar futbolçular siyahısına liderlik edib və dünya çempionatının bombardir rekordunu yeniləyib. Təşkilatçılar xatırladıb ki, 2019-cu ildə qadın futbolu üzrə Qızıl Top mükafatını ABŞ-ın Seattle klubunda çıxış edən Megan Rapinoe qazanıb. ABŞ qadın millisinin dünya çempionu olduğu həmin il Megan Rapinoe turnirin ən yaxşı oyunçusu və bombardiri seçilib. Qızıl Top futbolun ən nüfuzlu fərdi mükafatı hesab olunur. Mükafat 1956-cı ildən təqdim edilir. 1994-cü ilə qədər yalnız Avropa klubunda çıxış edən Avropalı futbolçular bu mükafata layiq görülə bilirdilər. 1995-ci ildən etibarən Avropa klublarında oynayan bütün millətlərdən futbolçuların namizədliyi mümkün olub. 2007-ci ildən isə dünyanın istənilən klubunda çıxış edən futbolçular bu mükafata namizəd ola bilirlər. 39 yaşlı Lionel Messi Qızıl Top mükafatını ən çox qazanan futbolçudur. O bu mükafata 8 dəfə sahib çıxıb. Messi sonuncu dəfə 2023-cü ildə Inter Miami'nin futbolçusu kimi səsvermənin qalibi olub. Baxmayaraq ki, həmin mövsümün böyük hissəsini Fransanın PSG klubunda keçirib. 2022-2023 mövsümündə isə Argentina millisi ilə ilk dəfə dünya çempionu olub və 2022-ci il dünya çempionatının ən yaxşı futbolçusu seçilib.